Təkrar hər birinizi istinadlara aid 3-cü videoda xoş gördüm. Videomuza başlamadan əvvəl, hər şeydən əvvəl 2026-cı ildə təşkil edəcəyim Excel yarışmalarına sizləri dəvət edirəm və yarışmalar haqqında lazım məlumatları excelworld.org veb saytından əldə edə bilərsiniz. İndi isə gəlin Excel faylımıza keçid eləyək. Baxın, bu videoda bizim təqribən 12 məhsulumuz var. Və bu məhsulların qiymətləri dollar bazında verilib, onların sayları verilib və maya dəyərləri dollar bazında, yəni hesablanılıbdır. Amerika Birləşmiş Ştatları dollar bazında. Və bizdən tələb olunan həmin bu məhsulların 1 manat olaraq, eyni zamanda avro olaraq maya dəyərlərinin hesablanması istənməkdədir. Və biz bu məzənnələrə məzənnə səhifəsindən əldə edə bilərik. Yəni, məsələn, tutalım ki, maya dəyərini manat bazında hesablamaq istəyiriksə, bu dolları alıb, məzənnə saytına gedib və 1 dollar neçə manat isə onunla hasilini tapmalıyıq. Bunu bəsit bir şəkildə həyata keçirə bilərik. Gəlin, bütün bu xanaları seçəkin, bərabər deyəkin, maya dəyəri sadəcə bir sətirdəki vurulsun və biz gedirik məzənnə saytına və 1 dollar 1.69 olduğuna görə və düşünsək ki, bir sonraki xanalara da həmin bu məzənnənin hasilini tapmalıyıq, hesablamalıyıq. F4 düyməsini tıklayırıq və sonra Ctrl-Enter tuşlarına basaraq lazımi hesablamaları həyata keçirə bilərik. Burada isə bizdən tələb edilən artıq 1 dolların, yəni məsələn, bu maya dəyərinin neçə dollar olduğunu hesablamaqdır. Bunu iki şəkildə hesablaya bilərik. Gəlin, bütün bunların hamısını seçəkin. Bərabər deyək. Məsələn, 1 manat bazında olan hesablamanı bölürük məzənnə saytındakı, məsələn, avro məzənnəsinə və F4 deyirik. Sonra Ctrl-Enter tuşlarına basaraq bu hesablamanı ala bilərik. Başqa bir hesablama metodu da var. Buna cross məzənnə deyilir. Bu necə olur? Məsələn, gəlin yoxlamaq adına bəsit bir hesablama aparağım. Məsəl üçün, maya dəyəri dollar bazında vurulsun. Məzənnə saytına gəlirik. Deməli, 1 dollar neçə manat isə həmin manata olan məzənnəsinə vururuq və bölünsün avroya olan məzənnəsi. Və enter desək, görürük ki, baxın, buradakı ilə yuvarlaşdırdığımız zaman eyni rəqəmi almış oluruq. Və bu şəkildə, gəlin bunu da siləyək, yəni başqa səhifədən məzənələrə xitab eləyərək, istinad eləyərək biz hesablamamızı apara bilərik. İstinadlara dair sonuncu videoda isə 1.4 saytında yer alan hesablamaları aparacağıq. Bu səfər isə biz tam olaraq fərqli bir səhifədəki məzənələrə xitab eləyəcəyik. Bir sonraki videoda görüşmək ümidi ilə.